102-yə təcili bir məlumat çatdırıldı. Kaluşada yerləşən zavodların birinin çıxışında əcnəbi bir vətəndaşa motosikletli bir şəxs hücum edib. Motosikletdə olan şəxs qara dərili vətəndaşı qorağa qatmışdı və o qara dərili şəxs yerə yıxıldı. Elə bu zaman motosikletdən enən sürücü qara dərili əcnəbi vətəndaşa yaxınlaşaraq əlində olan qabdan maye sıçratdı. Havada kəskin bir iy yarandı. Bu iy benzin iyisi idi. Qara dərili bu qurban yerdə sürünərək hasara yaxınlaşdı. Sürücü isə əlinə bir kağız alıb kibrit yandırdı. Artıq qurbanın gözləri bərəlmişdi. Bu qorxunc mənzərəyə son qoyan isə milislər oldu. Yaxşı ki, onlar vaxtında çatdılar. Milislərin gəldiyini görən sürücü motosikletə minərək cinayət yerindən uzaqlaşmağa çalışdı. Bəli, bu motosikleti sürən Yuriv idi. Onun motosikleti sürətli və mahir sürməyinə baxmayaraq, milislər onu yaxalamağı bacardılar. Baş vermiş hadisədən 30 dəqiqə sonra artıq Yuriv istintaqa ifadə verirdi. O ifadəsində bildirdi ki, artıq onun həyat yoldaşı haqqında şayələr gəzirdi ki, o güya əcnəbi qara dərili ilə eşq yaşayır və elə bu səbəbdən də onların qara dərili uşağı dünyaya gəlib.